Fərhad Pərvizi hansısa bir videosunda deyib ki, qadın işləməməlidir. Mən ona 10.000 manat premiya təyin etmişəm. Sosial mediada xoşbəxt qadınlar öz şəxsi həyatını bölüşmür. Sizdə uğursuz alındı, amma siz davamlı bu mövzuda tövsiyələr verirsiniz gənclərə xüsusilə. Mənim fikirlərim sizi qıcıqlandırırsa, çox güman ki, mən həqiqəti deyirəm. Siz artıq rəsmi milyonçular siyahısındasınızmı? Tələbə yoldaşlarım cavanlığın həzzini çıxaranda mən çalışırdım, pul qazanırdım. Ölkəmizdəki iqtisadi vəziyyət necə dəyərləndirirsiniz? Müxtəlif nazirlərə qulaq asanda hamısı tamamilə müxtəlif şeylərdən danışır. Elə sual verginə ki, biz qırmızı xətti keçməyək. Vergi məcəlləsini zibil yeşiyinə tullayardım, yeni vergi məcəlləsi yazardım. Fərqli səs olmaq istəyirsiniz, yoxsa sadəcə məşhur olmaq istəyirsiniz? Mən çox varlı olanda həm xoşbəxtlik yaşamışam, həm də qeyri-xoşbəxtlik yaşamışam. Pensiyanı heç kim düşünmək istəmir, qocalıq heç kim düşünmək istəmir. Hamı bugün çox yaxşı yaşamaq istəyir. Bu isə mümkün deyil. Daha aydın. Hər həftənin cümə günü 20:00-da Biznes TV-də. Salam əziz Biznes TV izləyiciləri. Siz Daha Aydın verilişinə baxırsınız. Bu gün də çox maraqlı bir qonağımız var. Qonağımız iqtisadiyyatı təkcə rəqəmlərlə deyil, həyat fəlsəfəsi ilə izah edir. Bəzən onun fikirləri sosial mediada ciddi müzakirələrə səbəb olur. O fərqli fikir cərəyanları formalaşdırır. Bu maraqlı isim Fərhad Pərvizidir. Fərhad bəy, xoş gəlmisiniz. Xoş gördük sizi. Sizi studiyamızda görmək çox xoşdur və mən inanıram ki, bugün bizi maraqlı bir müzakirə gözləyir. Siz iqtisadçısınız və demək olar ki, mən sizin bütün podkastlarınıza, videolarınıza çox böyük əksəriyyətinə baxmışam və iqtisadiyyatla bağlı çox maraqlı fikirləriniz var. Amma son dönəmlər siz qeyd elədiyim kimi iqtisadiyyatı fərqli izah edirsiniz həm də. Bəzən buna görə sizə bloger də adlandırırlar ki, müxtəlif istiqamətlərə yönəlirsiniz, o sahədə danışırsınız və siz özünüzü bloger hesab edirsinizmi? Bir sualım budur. Və bu fəaliyyətinizin arxasında bir maarifçilikmi yatır? Siz fərqli səs olmaq istəyirsiniz, yoxsa sadəcə məşhur olmaq istəyirsiniz? Bu fəaliyyətə əslində 2012-ci ildən bəri başlamışam. Daim olaraq iqtisadi düşüncə tərzini insanlara açmaq istəyirdim, aydınlatmaq istəyirdim. Çünki iqtisadiyyat və iqtisadi düşüncə tərzi fundamental iki düşüncə tərzidir mənim fikrimcə. Biri var mühəndislik düşüncə tərzi, nə var ki, sən dünyanın necə işlədiyini anlayırsan fiziki olaraq. Bir də var insanlar necə işləyir, onu anlamağa çalışırsan. Buna iqtisadi düşüncə tərzi onu öyrədir. Mən 2012-ci ildən ilk əvvəlcə ekonomikadan palçıq bloqumu açmışdım. Sonra iqtisadi dərslər, Azərbaycan dilli artıq video dərslər formatında. O vaxtdan da belə davam edir. Əsas istiqamətim, missiyam insanlara müxtəlif digər perspektivlər açmaqdır və iqtisadiyyat bunun üçün bir alətdir mənim üçün. Siz 15 yaşında iş həyatına atılmısınız. İlk maaşınızı xatırlayırsınızmı? Və bu qədər gənc yaşda iş həyatına atılmaq sizi daha güclü etdi, yoxsa daha sərtləşdirdi? İlk maaşım $50 idi. Mən məktəbin həyətindəki bir ofisdə tərcüməçilik edirdim. 2 aydan sonra artıq $100 olmağa başladı. 98-ci il üçün deməzdim ki, o vaxt üçün yüksək idi, amma 15 yaşlı bir şagird üçün pis rəqəmlər deyil. Əsas, mən düşünürəm, mənə 2 vacib imkan yaratdı bu. Birincisi, internetə mənim əlçatan oldu. Şirkət hesabına mən internetə sahib oldum. Çünki o vaxtları internetin 1 saatı $8 idi. Bu bir xeyli baha idi. Və ikincisi də kompüter biliklərimi sırf biznes dilinə keçirə bildim. Yəni ki, təqdimatların hazırlamasıdır, müqavilələrin hazırlamasıdır, onların tərcüməsidir. Biliklərimi biznesə uyğun formalaşdırdı. Bütün digər sinif yoldaşlarım, sonra tələbə yoldaşlarım cavanlığın həzzini çıxaranda mən çalışırdım, pul qazanırdım. Heç nəyə o qədər də hissələnmirəm etdiklərimə. Düşünürəm, hər necə baş veribsə elə də baş verməli idi. Sadəcə bəlkə daha tez böyüməyimə və bəlkə daha az gənclik keçirməyimə səbəb oldu. Deyirdiniz ki, Azərbaycanlıların çox böyük potensialı var və Xəzər xaqanlığının dövründəki iqtisadi potensialı bugün ABŞ-da da hələ də istifadə edirlər. Amma biz çox da yaxşı hələ tətbiq edə bilmirik öz ölkəmizdə. Ümumiyyətcə bu qənaətə necə gəlirsiniz? Çox gəzən çox bilər, çox gəzib səyahət edibmi bu qənaətə gəlmisiniz, yoxsa bu hansı araşdırmanın, ciddi mütaliənin nəticəsidir? Mən düşünürəm ki, gələcək üçün planlar quranda
İqtisadçılara adətən bu sualı verirlər də. Misal üçün, falan ölkə üçün hansı model yaxşıdır, iqtisadi model yaxşıdır? Eyni sualı da Azərbaycanlı iqtisadçılara verəndə deyir, Azərbaycan üçün hansı iqtisadi model yaxşıdır? Bu sualın cavabı adətən keçmişdə gizlənilir və mən bu səbəbdən Azərbaycanın iqtisadi tarixini araşdırmağa başladım. Bizdə tarix boyu bizdə nələr olubdu, harda uğurlu olmuşuq, harda uğursuz olmuşuq, nə idi Azərbaycanın fundamentində, kökündə, bünövrəsində duran uğur meyarları. Hər zaman məhz bu coğrafiyada ticarət əlaqələri, sahibkarlıq ruhu həmişə yüksək olubdu. Və biz neft olmamış əvvəlki də dövrdə də sahibkarlıq ruhu yüksəkdir və ticarət burada çox yaxşı alınırdı. Azərbaycanlılar çox yaxşı ticarətçidir. Və məhz bunun üzərindən qurulan, düşünürəm, bir iqtisadi model, bizim köklərimizə, mədəniyyətimizə uyğun iqtisadi model uğurlu model hesab oluna bilər. Və mənə sual verəndə ki, bundan sonra nə edək? Mən deyirəm, ticarətin asanlaşdırılması, orta və kiçik sahibkarların formalaşması, bütün bunlar vacib fundamental faktorlardır Azərbaycan iqtisadiyyatının böyüməsi üçün. Və bunun üzərində fokuslamalı. Digərlərdən əlbəttə ki, gəzməyi öyrənməyə, təcrübəsini öyrənməyə hamısı yaxşıdır, amma əvvəlcə öz kökünü anlamalısan, sonra da həmin o ölkələrdən bu sənin sisteminə uyğun alətlər seçməlisən. Hamısını seçməməlisən, sənə uyğun olmayanı seçməməlisən və sənə uyğun olanı seçməlisən. Singapurun, Çinin, Vyetnamın, Cənubi Koreyanın, onların uğuru məhz bundan ibarətdir. Onlar öz kökünü anlayıblar. Həm qərbdən, həm şərqdən onlara lazım olan alətləri götürüblər və bunun üzərində çox uğurlu bir dövlət qurublar. Siz bu təkliflərinizi hökumətə, hansısa müvafiq qurumlara çatdırırsınızmı və yaxud bu müzakirələrdə iştirak edib bu tövsiyələri səsləndirirsiniz? Belə bir fürsətiniz olur? Hal-hazırda dediyimiz ağ kağız, white paper, yəni ki, hökumətə bu təklif hazırlanır, hal-hazırda birazdan təqdim olunacaqdır. Orada çoxlu bu məsələlərə toxunuram. Adətən hamımız danışır, vergilər az olsun. Mən deyirəm, vergilərin az olması prinsipial deyil, vergilərin sadə olması vacibdir. Bilirsiniz, biznesdə və ümumiyyətlə iqtisadiyyatda hər bir şey düzgün məqsəd qoyuluşdan başlayır. Məqsəd qoyuluşu düzgün olandan sonra, ondan sonra hər şey düzəlir. Əgər sən ilki olaraq məqsədin yanlışdırsa, sən onun üzərində nə istəyirsən, hansı strategiyalar istəyirsən, qurginən, hansı konsultantlar cəlb edirsən, bu işləməyəcək. Mən hər zaman dövlət quruculuğunu ev tikintisinə bənzədirəm. Siz əgər özünüz üçün bir ev tikmək istəyirsinizsə, ilk olaraq anlamalısınız, mən necə bir ev istəyirəm. Oturursunuz, texniki şərtləri yazırsınız, neçə otaq olmalıdır, neçə dənə sanitar qovşağı olmalıdır, mətbəxi nə boyda olmalıdır, həyəti necə olmalıdır. Siz özünüz üçün bir fikrə gəlirsiniz, mənim evim necədir. Sonra siz memar çağırırsınız, peşəkar bir insan. Deyirsiniz ki, bu tipli evi mənim üçün layihələndir. O bu tipli evi sənin üçün layihələndirir. Sonra həmin memarı yanına o müxtəlif briqadalar, təmir tikinti briqadaları çağırmağa başlayır. Kimsə gəlir hörgü işi ilə məşğul olur, kimsə beton işi ilə məşğul olur, kimsə rəng, malyar işlərinə məşğul olur. Və iqtisadçılar da yalnız o briqadalardan biridir. Onları çağırırsan ki, mən bu evi tikirəm, mənə lazım olan alətlərlə gərginən kömək elə gəlin. Amma sən bilmirsən ki, sən hansı evi tikəcəksən. Sən iqtisadçını çağırdın, iqtisadçı sənə nə deyəcəkdir? Ümumiləşdirilmiş cümlələr. Biz bunu görürük əslində son 2015-ci ildən etibarən çoxlu konsultantlar gəlir, beynəlxalq konsalting şirkətləri gəlir, Azərbaycan 2020, Azərbaycan 2025, Azərbaycan 2030, 10 milyonlarla pullar gedir. Nəticə varmı? Təəssüflər olsun ki, yox. Çünki fundamenti mən düşünürəm, onlar biz nə tikmək istəyirik, onu anlamırlar, xarici konsultantlar. Maraqlı bir fikriniz var əslində. Siz çoxlu layihələrdə, podkastlarda dediyim kimi bir maarifləndirmə, maarifçilik mövqeyi seçmisiniz. Doğrudurmu? Bəli. Seçmisiniz. Müsahibələrinizin birində yenə bildirirdiniz ki, dincəlmək sizin üçün qorxulu ideyadır. Fikirləşirsiniz ki, bu yaxşı fikir deyil, dincəlmək, eşqinə düşmək. Amma insan yaradılışı belədir ki, mütləq beynin dincəlməyə ehtiyacı var. Xüsusilə də sizin sahəniz kimi ciddi, həssas, rəqəmlərlə işləyən sahələrin daşıyıcıları üçün. Bəlkə dincəlmə fikri bizim üçün fərqlidir, sizin üçün fərqlidir. Sizin üçün nə ifadə edir bu və niyə qorxuludur? Siz Firəvan Azərbaycanda yaşamaq istəyirsinizmi? Əlbəttə, hər kəs kimi. Firəvanlığa çatmaq üçün nə etmək lazımdır fikrinizcə? Çox çalışmaq lazımdır. Və doğru çalışmaq lazımdır.
Azərbaycanın iqtisadiyyatını mən həmişə neft-qaz sektorunu ayrı çıxarıram bütün kontekstdən. Çünki bu Allahın bir bəxşidir. Nə vaxtsa bitəcəkdir də, gecə-tezi bitəcəkdir. Ona görə onun üzərində çoxlu fokus getmək olmalı. Sadəcə bundan istifadə edib qeyri-neft sektorunu qaldırmaq lazım. Qeyri-neft sektorumuz hal-hazırda iqtisadi göstərici olaraq ümumi məhsul götürür də. Yəni ki, hər bir Azərbaycanda ortalama Azərbaycanda nə qədər mal və ya xidmət istehsal edə bilir, nə qədər dəyər yarada bilir. Və bu rəqəm 600 manat civarındadır ayda. Yəni ki, orta statistik Azərbaycanlı ayda cəmi 600 manatlıq mal və xidmət istehsal edir. Əgər o 600 manatlıq dəyər yaradırsa ölkə üçün, onun öz maaşı əminliklə bundan çox olmayacaqdır da. Yəni ki, 600 manat civarında olacaqdır. Çünki yaratdığı faydadan çox pul ala bilməz insan. Mümkün deyil də, texniki olaraq. Yeganə çıxış yolu bunu böyütməkdir. Və biz əgər Avropa səviyyəsinə gəlmək istəyiriksə, bu adam başına ayda 4000 dollar olmalıdır. 600 manatdan 4000 dollara qədər yol qət etmək lazımdır. Bizim inkişaf templərimizə götürsəz, ÜDM-in artım templərini 2-3% civarındadır illik. Yəni ki, bu etapla, yəni belə işləməyə biz davam etsək, indiki kimi, biz Avropa səviyyəsinə 150 ildən sonra çatacağıq. Bu real statistik rəqəmlərdir. Bəli. Və sual olunur, 150 il kimin gözləyək, yoxsa nəsə başqa bir şey etmək olar da bunun istiqamətində. Və mənim həmişə təklifim praqmatikdir də. Mən düşünürəm ki, bizə misal üçün ABŞ modeli, onların zəhmətkeşlik modeli Avropa modelindən daha uyğundur. Nə var ki, sən daim olaraq çoxlu çalışırsan, dəyər yaradırsan və dünyanın ən uğurlu iqtisadiyyatı olursan, 200 il ərzində dünyanın nömrə 1-i oldular. Köləlikdən, Britaniyanın köləsindən çıxmış bir ölkə 200 il ərzində dünyanın bir nömrəlisi oldu. Məhz bu, çoxlu işləmək, zəhmətkeşlik fəlsəfəsinin üzərində qurulduğundan. Nəinki Avropa, hansı ki, son 200 ildə demək olar ki, hər şeyini itiribdir. Mənəviyyatını itiribdir, maddiyyatını itiribdir, iqtisadi rıçaqlarını itiribdir. Biz niyə görə Avropa stilində, niyə görə uğursuz modellərdən biz nümunə alırıq? Niyə görə Avropa sayağı əmək məcəlləmiz var? Niyə görə bütün sosial təminat sistemimiz Avropa əsaslıdır? Uduzmuş, prinsipçi millətlərdən öyrənilir hal-hazırda. Çin niyə görə qabağa getdi? Onlar da çox zəhmətkeşdir, onlar da çox işləyirlər və son 30 ildə bunu sübut etdilər ki, çoxlu çalışmaqla, çoxlu zəhmət çəkməklə siz də dünyanın ikinci iqtisadiyyatı ola bilirsiniz, ABŞ hegemonluq edə bilirsiniz. Niyə görə biz uğurlu modelləri qırağa qoymuşuq? Yapışmışıq bu Avropa modelindən və deyirik ki, bu düzgündür. Avropa daxilində yeganə uğurlu model Almaniya olubdur, hansı ki, bu iş həyat balansını tarazlaşdıra bilibdir. Amma onu da deyirəm, siz anlamışsınız. Bu ideya, həyat tarazlığını qorunması Bismarckdan gəlir. Bismarckın fikrincə, əgər insan sağlam olsa, yaxşı təhsilli olsa və yaxşı dincəlmiş olsa, onda o iş zamanı qat-qat daha məhsuldar olacaqdır. Və ona görə deyir ki, mən sizə çox yaxşı təhsil verəcəm, mən sizə çox yaxşı tibb verəcəm və mən sizə çox yaxşı sosial müdafiə verəcəm. Bundan sonra siz hamınız yaxşı işləyəcəksiniz. Amma sən yaxşı təhsil vermədin, sən yaxşı tibb vermədin, sən yaxşı istirahət qrafiki, yaxşı ekologiya vermədin. İnsanlar necə çox produktiv işləyəcək? Kim 8-9 saat sırf işlə məşğuldur Azərbaycanda? Təəssüf, xüsusilə qurumlarda. Yəni ki, odur. 1 saat, 2 saat işləyir, qalan hamısı sosial mediada keçir orada. Bu məhsuldarlığın az olmasıdır. Amma siz gedin almanlara baxın, onların zavodlarına baxın. Onlar 8 saat da işləyirlər, saat kimi. Yəni ki, və bu Bismarckın qoyduğu fundament üzərindədir. Onlar bunu itirməmək üçün bu qədər işləyirlər. Bizdə isə bu fundamentlər yoxdur, Bismarckın fundamentləri yoxdur, amma hamımız istəyirik ki, necəsə rahat işləyib, bu da alınmır öz özlüyündə. Siz bu haqda LinkedIn-də də bir status yazmışdınız və xeyli sizə qarşı çıxan rəylər var idi həmin statusun altında və qeyd olunurdu ki, bu əslində çox işləməklə bağlı deyil, sistem qurulmalıdır, doğru qaydalar qoyulmalıdır, çox işləyib nəyə nail ola bilmişik və müxtəlif nümunələr var idi. Mən düşünürəm ki, onlar elə bilirlər ki, bu sistem qurmaq üçün işləmək lazım deyil. Mən düşünürəm, siz bütün bu sistemə nail olmaq üçün elə çox işləmək lazımdır da. Yəni ki, sən bu məhsuldarlığı artmalısan, gəlib çıxmalısan həmin o aylıq 4000 dollar adam başına düşən ümumdaxili məhsulu. Ondan sonra biz danışa bilərik ki, gəlin bəlkə biraz yavaşlayaq. Sənin 600 manatdan 4000 dollara qədər gedəcək 10 qat yolun var da hal-hazırda. Olan biz 10 qat yolu 150 il ərzində keçə bilərik, yoxsa ən yaxşı halda 40 il ərzində keçə bilərik. Yəni ki, ondan tez prinsipki alınmayacaqdır və insanlar bundan incir. Çünki 40 il
bir insan ömrü üçün böyük bir vaxtdır. Bir ölkə üçün prinsipcə böyük bir vaxt deyil. Bizim ətrafımız, qonşularımız 9%-dən artanda biz cəmi 2%-dən artırıq. Onlar bizdən az qala 4 dəfə daha çox artırlar və biz hardasa bundan bir dərs almalıyıq düşünürəm. Və bizim üzərimizə düşən hər bir biznes və özəl sektor işçilər üzərində düşən öhdəlik məhz budur. Daha çox və daha faydalı, daha səmərəli işləməkdir. Çıxışlarınızın birində də demişdiniz ki, sizi milyonçu hesab eləmək olar. Bu rəsmi statusdurmu? Siz artıq rəsmi Azərbaycan siyasətində olan milyonçular siyasətindasınızmı, bu sıradasınızmı? Və həm də ona görə milyonçu ola bilmisiniz ki, siz çox işləyirsiniz. Milyonçu olmaq çox da çətin deyil, insanlara belə görsənir. Mən 15 yaşımdan işləməyə başlamışam və 40 yaşımda gəlib ona çatmışam. Belə baxanda 25 il eləmişəm bunu da. Siz də əgər 25 il ərzində hər ildə 2-3 min dollar qırağa adlı bir investisiya etsəz, yəni ki, 25 ildən sonra istənilən adam milyonçu ola bilər. Azərbaycanda nə üçünsə o düşüncə var ki, birdən-birə milyonçu olmalısan, bir il ərzində olmalısan. Yəni, dünyanın heç bir yerində belə bir şey yoxdur. Yəni, kripto milyonərlər gəldi filan, son 2012-ci ildən sonra bütün bu şirdilmiş süni bitcoin məsələsi var. Amma onu qırağa atsaq, öz-özlüyündə bütün milyonçular yavaş-yavaş pul qazanıbdır. Pulun psixologiyası kitabı var, onu hamıya oxumağı məsləhət görürəm. Kitabın başlanğıcı birinci bölməsi xadimənin bir tarixçəsidir. Kişi idi, haranısa yığışdırırdı, səhv etmirəsə məktəb idi, nəsə belə bir şeydi. 65 yaşında vəfat edəndə bilirlər ki, 18 milyon bir məbləğ toplayıbdı. Bunu 2 milyonun öz uşaqlarına veribdi və 6 milyonu yerli hospitala yəni etmişdi o vaxtları və hamı şokda idi, necə olubdu bu. Çox sadə, sadəcə insan yığırdı, onu investisiya edirdi. 70-ci illərin əvvəlindən başlayaraq IT şirkətlərdə investisiya edirdi və növbəti 45 ildə 8 milyon dollarla o dünyaya getdi. Əlbəttə ki, bu hekayəni Azərbaycanlılara danışanda onların ilk reaksiyası odur ki, ağlı yoxdur. 8 milyonu qoyub gedibdi indi də, harasa cavanlığını keyf eləməyib, keyf çəkməyib, gəzərdi dünyanı filan. Kimsə hesab edər ki, bu ekstrem, amma sadəcə mən yığım disiplin olmasının tərəfdarım. İndi siz bu 8 milyonla yox, 2 milyonla da pensiya çıxa bilərsə, 6 milyonu xərcləyə bilərsə, amma ən azından yığmağa başlayın da bütün bunları və bu kiçik balaca addımlarla. Ayda 100 manat, 200 manat qırağa atırsınız, S&P indeksinə yerləşdirirsiniz və onu xərcləmədən faiz üzərinə faiz gələ 40 ildən sonra siz bir neçə milyonla çıxırsınız. Hər ay 200-300 manat qırağa atmaq bu yoxdur. Çünki insanlar bugün yaşamaq istəyir, bunu davranış iqtisadiyyatı öyrənir, uzun müddətli düşünmək istəmir, pensiyanı heç kim düşünmək istəmir, qocalıq heç kim düşünmək istəmir. Hamı bugün çox yaxşı yaşamaq istəyir. Bu isə mümkün deyil. Bəzən deyirlər ki, pulu çox da yığmaq lazım deyil. Bu yığanda bunun enerjisi korlanır və s. Sizin də bənzər fikirlər təbliğ edən bu enerji çalışanları ilə görüşləriniz, müzakirələriniz olubdur. Bu yanaşmaya mövqeyiniz necədir? Yer gəlmişkən ağlıma gəldi. Mənim mövqeyim odur ki, onlar özləri ömründə heç nə qədər pul qazana bilməyiblər. Ona görə məhz bu işlə məşğuldurlar ki, çünki başqa heç bir yerdən pul qazana bilmirlər. Və ona görə bu daxili paxıllıq onlarda var və ona görə insanları səhv yönəldirlər bu istiqamətdə. Pul sənə ən vacibi xeyrətçiliklə məşğul olmağa kömək edə bilər. Yəni sən başqalarının həyatını yaxşılaşdıra bilərsən. Əsl zövq hardan gəlir? Yəni ki, təkcə özün üçün yox, başqalarının hansı bir ali məqsədin varkən, yəni ki, onu doğru getməyə kömək edə bilər. Yəni ki, xoşbəxtlik oradadır. Xoşbəxtlik bugün yeni bir maşın, ikinci, üçüncü maşın, 5-ci villa, 10-cu mənzil aldımdan deyil də, yəni ki, nə verəcəkdir bu sənə? Əşyalardan istifadə edin, amma xoşbəxtliyi başqa işlərdə axtarmağa başlayın və pul bu xoşbəxtliyin çatmasına bir köməkçi vasitədir. O Wolf of the Wall Street var, onun prototipi, onun çox yaxşı bir çıxışını dinləyirdim bu yaxınlarda. O deyir ki, mən çox varlı olanda həm xoşbəxtlik yaşamışam, həm də qeyri-xoşbəxtlik yaşamışam. Yəni, həm bahalı yaxtalarda dolmuşam, çox gözəl həyat sürmüşəm, həm də ki, qazamatda dolmuşam, pulum çox ola-olay.
Lakin pulum olmayanda mən yalnız bədbəxtlik hiss eləmişəm də, heç vaxt xoşbəxtlik hiss eləməmişəm. Yəni ki, pulun olmayarkən sən xoşbəxt ola bilmirsən, amma pulun olarkən həm xoşbəxt ola bilərsən, həm xoşbəxt olmaya da bilərsən. Ən azından xoşbəxt olduqca pulun olması sənə bir xeyli kömək edir. Ona görə bunun üzərinə fokuslaşmaq daha vacibdir. Çünki biz bu dünyanın növbəti nəsilləri ötürmək üçün gəlmişik də, bütün təkamül bunun üzərində qurulubdur. İnsanlar necəsə hedonizm fəlsəfəsinə bu son bəlkə də 20-30 ildə gəlir də, özün üçün yaşa, özün ol. Yalnız sən varsın, neynirsən uşaqları, neynirsən uşaqlar var düşünürsən. Mən, hər şey mən üzərdədir. Əgər biz belə düşünəcəksə, dünya bizimlə də öləcəkdir. Əgər bu dünya sondursa, biz niyə ölürük? Bu tipli fəlsəfi fikirlər insana gəlir və mən tərəqqi üçün işləyirəm, dünyanın inkişafı üçün istəyirəm və estafeti uşaqlarımı ötürərkən daha yaxşı dünya ötürmək istəyirəm onlara. İqtisadiyyatla bağlı maraqlı analizləriniz var, bəlkə də növbəti mərhələlərdə nəyi necə etməliyik bununla bağlı təkliflər irəli sürürsünüz. Hal-hazırda ölkəmizdəki iqtisadi vəziyyət necə dəyərləndirirsiniz? Baxın, bu bir fürsətdir. Bəlkə bugün bir çox insan vəziyyətlə bağlı narahatçılıq keçir ki, necə olacaq, son dəyişikliklərdən də xəbərdarsınız. Nə gözləyir? İzləyicilərimizə nə tövsiyə edərsiniz? Necə davransınlar indiki halda? Mən tam səmimi olacağam. Mən bir çox iqtisadçı alimləri çağırıram öz podkastıma. Onlar hamısı deyir ki, belə sual verginə ki, biz qırmızı xətti keçməyək. Ümumi şeylərdən danışaq. Eyni qınağı da mən öz izləyicilərim tərəfindən deyirəm. Onlarla elə ki, sən çoxlu ABŞ-nə ümumi iqtisadi tövsiyələr verirsən, konkret heç nə demirsən. Konkret də deyirəm, misal üçün vergi məcəlləsi falan. Onun üzərində konkret tövsiyələrim də var. Mən özümü həmin o insanlardan ağıllı hesab eləmirəm. Mən düşünürəm ki, əgər onlar görkəmli iqtisadçı alim professorlardır, məndən təcrübələri və yaşı da böyükdür, əgər onlar danışmırlarsa, çox güman ki, mən də çox da danışmamalıyam bu istiqamətdə. Ona görə çox da şərh vermək istəmirəm bütün bu mövzulara. Birincisi, mən tam anlamıram nə baş verir bu ölkədə iqtisadi perspektivdən. Çünki müxtəlif nazirlərə qulaq asanda hamısı tamamilə müxtəlif şeylərdən danışır. Beynəlxalq şirkətlərin hesabatlarını oxuyanda hamısında eyni söz gedir, iqtisadiyyatınızı diversifikasiya etməlisiniz. Bu 30 ildə eyni söz deyir və buna görə 10 milyon pul alırlar da, iqtisadiyyatınızı diversifikasiya etməlisiniz. Mənə 10 manat verin, mən də sizə onu deyim. Yəni ki, heç bir problem yoxdur, 10 milyon vermək lazım deyil. Niyə görə olunmur? Bu fundamental, çox vacib sualdır. Mənim anlamadığım bir çox məqamlar var və təəssüflər olsun ki, bu sualları verəcəyim bir forum yoxdur. Çox gözəl. Siz həm də yeni bir layihə üzərində çalışırsınız bildiyim qədərilə. Bu layihə daha çox sağlam həyat tərzi, uzun ömürlülük üzərində işdir. Siz düşünürsünüz ki, insanın həyat şəraiti onun ömrünün uzunluğuna və ya qısalığına təsir edir? İngiliscə biz buna longevity deyirik, uzun ömürlük tərcümə olunur, amma burada uzun ömürlükdən daha çox mən deyirəm ki, uzun ömürlük məsələsini Allahdan başqa heç kim zəmanət verə bilməz də. Mən daha çox keyfiyyətli cavanlığın qorunması istiqamətində balaca bir startupım var, onun üzərində fokuslaşıram. Adətən anti-age dediyimiz longevity ya da cavanlaşma deyəndə biz nəyi nəzərdə tuturuq? İldə bir dəfə hansı bir super bahalı bir otelə gedirsən, orada səni dadsız yeməklər yedizdirirlər, bir-ikidən dərman eləyirlər və bununla da düşünürsən ki, sən cavanlaşdın. Amma həm öz üzərimdə bir neçə il artıq eksperimentlər aparıram. Brian Johnson'un blueprinti ilə çoxlu eksperimentlər eləmişim. Bir şey anlamışam ki, birincisi cavanlıq sadədir, super baha deyil. Sadə vərdişləri, amma gündəlik şəkildə yerinə yetirərkən sən buna nail ola bilirsən. Və necə həyat indi belə gətirib çıxarır ki, plus-minus mənim yaşlılarım 40 plus üzərində, indi demək olar ki, bütün Azərbaycan rəhbər şəxsləri onlardır biznes sayəsində, lakin onların məsələn, inkişafına bir xeyli pul yatırdılar, onların təlimlərinə xeyli pul yatırdılar, koçlarla işləyirlər. Mən deyirəm, əgər onlar sağlam olmayacaqlarsa, o cavanlıq enerjisi qalmayacaqsa, nə edirsiniz bütün bunlar qalanlarında? Ona görə indi bu bir produkt
icad etmişəm. Partnyorlarla bir yerdə aylıq abunəliklə, yəni ki, sənin bütün cavanlığı səninlə bir yerdə gedəcək. Hər ay səni izləyəcək, sənə yardımcı olacaq, nə yeməlisən, nə içməlisən, hansı əlavələr eləməlisən, hansı bəzi prosedurları keçməlisən və çox da çətin olmayaraq, gündəlik rutindən üzməyərək, əl çatan olaraq və əsas sən öz işindən fokusu ayırmayaraq. Çünki digər hal-hazırda bütün həllər çox bahalıdır, qısa müddətlidir və əyləncə yönümlüdür də. Gedəsən 5+ ulduzlu bir otelə, orada qalasan 10 gün, 10 minlərlə avro xərcləyəsən buna və nəticədə sıfırdır sözün açığı, çünki bu belə işləmir. Yəni cavan qalmaq bu elə işləmir. Daha aydın proqramının həm də mahiyyəti ondan ibarətdir ki, biz tanınan, sevilən, cəmiyyətdə özünə məxsus yeri olan insanların həm də bilinməyən, bəlkə bilinən, amma az bilinən tərəfləri ilə bağlı da müzakirə edirik. Yəni ki, sizə bu sualı çox veriblər, amma mən düşünürəm ki, bizim izləyicilərimiz üçün də bu maraqlı olacaqdır ki, bunun cavabını həm də sizdən eşitsinlər. Müsahibələrinizdə həm də iqtisadiyyatın əsasının Ailə İnstitutunun təşkil etdiyini deyirsiniz ki, bu doğrudan da bu belədir. Amma maraqlıdır ki, siz 3 övlad atasısınız və subaysınız. Bu təzad niyədir? Siz subay deyəndə nəyi nəzərdə tutursunuz? Dəqiqləşdirə bilərsinizmi? Yəni, ailəniz yoxdur da, belə deyək. Azərbaycanda 2 dənə söz var. Bunu tez-tez çaşdırırıq. Evli və ailəli. Mənim ailəm var. 3 dənə uşağım var, anam var, qardaşım var, atam var. Bu perspektivdə ailəliyəm. Evliliyə də gələndə 2 dənə evlilik tipi var. Biri rəsmi dövlət qarşısında evlilik var. Bir də sadəcə sevdiyim bir insan var. Ona görə bütün bu rakursa açıb göstərmək lazımdır ki, düzgün mən sual verin. Bunları nəzərə alaraq sualınızı dəqiqləşdirə bilərsinizmi? Nəyi nəzərdə tutursunuz? O zaman açıqlamalarınıza müvafiq olaraq belə çıxır ki, burada ziddiyyət yoxdur. Sizdə Ailə İnstitutu var, sizin tərəfinizdən də qorunur. Bəli, tamam. Çox yaxşı. Siz 20 yaşınızda evlənmisiniz, 40 yaşında evli ailə deməyək, evli halınızdan ayrılmışsınız həyat yoldaşınızdan və ailə ilə bağlı, evliliklə bağlı sizin çox maraqlı müzakirələriniz var. Hətta bəzən deyirlər ki, Fərhad bəy bu istiqamətdə çox ciddi tövsiyələr verir, bunu bəyənənlər və bəyənməyənlər var. Ümumiyyətcə, siz bununla bağlı nə düşünürsünüz? Yəni, evlilik həyatınızın uğursuz alınması və sonradan sizin bu mövzuda tövsiyələrlə və s. çıxış etməyiniz və buradakı təzad deməyək də, yəni necə oldu ki, bu, belə deyək də, sizdə uğursuz alındı, amma siz davamlı bu mövzuda tövsiyələr verirsiniz gənclərə xüsusilə? Bilmirəm, uğursuz nə deməkdir. Bəlkə uğurludur o ki, bu formada bitdi. Azərbaycanda belədir də, əgər cütlüklər ayrılırsa bunu uğursuz hesab edirlər. Bu uğursuzluq kimi hesab edə bilmirəm. 22 yaşında evləndik, 20 yaşından tanış olmuşduq, nişanlı olmuşduq, sonra 22 yaşımda evləndim, bəli 40 yaşımda artıq aralandıq. Yəni, həyatımın yarısını həmin insanla bir yerdə keçirdik. Mən bəlkə son 1 ilə yaxındır bu istiqamətdə bir dənə verilişdə çıxış etdim və gördüm ki, böyük bir rezonans doğurdu. Ondan əvvəl ümumiyyətlə heç nə düşünmürdüm, çünki orada tənhalıq mövzusu danışılırdı və tənhalıq mövzusu həm iqtisadiyyat üçün, həm siyasət üçün böyük bir problemdir. Çünki insanlar ailə qurmayanda, tək yaşamağa başlayanda iqtisadiyyat üçün pisdir. İnsanlar boşananda cəmiyyət üçün pisdir, iqtisadiyyat üçün yaxşıdır. Çünki yəni 2 dənə ev alırlar, 2 maşın alırlar, 2 dəfə uşaqları gəzdirirlər, bir dəfə ata ilə, bir dəfə ana ilə. Ona görə iqtisadiyyat üçün bu boşanma, daha çox iqtisadiyyat üçün deyəndə bəlkə bank lobbisi üçün yaxşıdır. Çünki bütün bunları adətən kreditlə eləyirlər insanlar müasir zamanda. Ona görə banklar üçün bu çox sərf edir. Mən nəyi gördüm? Mən sosial mediada bu mövzunu müzakirə etməyimin səbəbi ilk olaraq böyüyən qızlarımdır. Birinin 20 yaşı var, o birisinin 18 yaşı var. Və onlar bir tərəfli yalnız Azərbaycan sosial mediasında bu mövzular barədə fikirlər eşidirlər. Travmalı, cavan və çox da cavan olmayan qadınlar tərəfindən kişilərə qarşı etibarsızlığı və nifrətin yayılmasını görürlər. Və mən dedim ki, okey, mən nə edə bilərəm? Əlbəttə ki, özlərinlə danışa bilərəm, amma niyə görə mən bunu yenə də həmin alətlərdən istifadə edib, onların olduğu məkanlar olub.
Qoy mənim TikToklarımı göndərsinlər bir-birinə, qoy mənim Instagram reellərimi göndərsinlər bir-birinə. Və bu səbəbdən bu ətraflı bu mövzulara toxunmağa başladım. Və həmişə deyirəm, mən demirəm ki, Fərhad Pərvizi həqiqət deyir. Mən sadəcə sizə başqa bir perspektiv göstərirəm. Çünki sosial mediada xoşbəxt qadınlar öz şəxsi həyatını bölüşmür. Görmüsünüzmü sosial mediada hansı bir qadın çıxsın ki, mən belə super ərim var, qızlar hamınıza məsləhət görürəm ki, siz də evlənin. Çünki oturubdur, öz gözəl həyatını yaşayır, öz uşaqlarına baxır, ərinə baxır, özünə baxır. Sosial mediada akkauntu var, amma çox güman ki, restoranların səhifəsini, fitness zallarının səhifəsini izləyir, ağıllı bir insanların səhifəsini izləyir, özləri cinayət yaşayırlar. Onların nə vecinə ki, gəlib başqalarının öz xoşbəxt həyatlarını birincisi gözdəyməkdən qorxurlar. Bu bizdə milli idman növüdür, gözdəymə. Və ikincisi də vaxtları da yoxdur. Yəni xoşbəxt insan həyatını yaşayır, neynir? Başı özünə qarşı. Kimi tanıyırsınız xoşbəxt qadın, sosial mediada otursun və qızları düzgün istiqamətləndirsin. Adətən bu travmadan gəlir və Nassim Taleb, o risk menecerdir, çox sevdiyim bir müəlliflərdən biridir. Onun bütün kitablarını hamı oxumağı tövsiyə edirəm. O deyirdi ki, inqilab etmək üçün 2% qaldırmaq lazımdır cəmi ki, ölkədə inqilab baş versin. Və bu cüzi miqdarda xoşbəxt olmayan qadın və kişi o cümlədən, çünki xoşbəxt olmayan kişilər də var, hansılar ki, deyir ki, qadınlar pul girdi, onlara güvənmə olmaz, neyinirsiniz, ailə institutu dağılıb, evlənmək lazım deyil. Yəni, ikisi eyni bir-birinin güzgü əksidir. Amma onlar balaca bir qrup insanlardır. Gənc də var, orta yaşda da var, daha yaşlı insanlar da var. Və onlar ki, o qədər bekardılar, o qədər inciklidirlər. Onlar bu incikliyi tökürlər sosial mediaya indi hal-hazırda. Və cavanları çağır, hamı da düşünür ki, bizə davranış elmində availability heuristic, olma evristikası belə bir şey var. Biz bir nəfəri görürük və düşünürük ki, hamı belədir. Misal üçün, bu yaxınlarda bir verilişdə oldum. Orada bir xanım deyirdi ki, baxın da bu verilişlərə, məndən Xoşqədəmin zadın verilişlərinə kim çıxır, bütün millət belədir. Deyirəm, bütün millət belə deyil. Bəsdir, onları ümumiləşdirdiniz. Onlar bizim ümumiyyətlə aktyorlardır orada çıxanlar. Ümumiyyətlə bəlkə bu hadisələrin heç biri düzgün deyil. Amma lap düzgün olsa da belə sizə hamı şamil etmək üçün böyük bir araşdırma aparmalısınız. Statistik reprezentativlik olmalıdır, sosioloqlar tutmalısınız. Bunlar ondan sonra gəlib belə bir şərt deyə bilərsiniz. Mənim millətim belədir. Və biz beləyik, məni ən çox qıcıqlandıran bir sözlərdən biridir. Hamı deyir, Azərbaycanda bizim mentalitet, bizimkilər, yəni ki, Azərbaycanlılar alınmır. Və bunu adətən heç vaxt eşitməmişəm ki, kimsə pozitivdən desin də. Nəsə bir zibil olanda, hansısa bir negativ şey deyir, bizdə belədir də, yəni bunu deyirlər. Və bu məni çox əsəbləşdirir. Çünki siz bir-iki dənə negativ öz təcrübənizdən insanı götürürsünüz və bütün bunu Azərbaycana proyeksiya edirsiniz. Bu düzgün deyil. Və məhz bu səbəbdən mən son bir ildə bu mövzularda bir alternativ fikir səsləndirməyə başladım. Kimsə qəbul edir, kimsə qəbul etmir, kimisə tətikləyir, kimisə qıcıqlandırır. Mən həmişə deyirəm, əgər mənim fikirlərim sizi qıcıqlandırırsa, çox güman ki, mən həqiqəti deyirəm. Çünki adətən biz həqiqətə qıcıqlanırıq, səhv fikirlərə qıcıqlanmırıq. Sadəcə unfollow eləyirik, ignore, block və bu ilə keçir. Amma onlar da məni izləyirlər, kommentlər yazırlar, şərhlər yazırlar. Çünki tətikləniblər. Mən toxunmuşam həqiqi qorxularına, həqiqi uğursuzluqlarına. Ona görə insanlar bunu qəbul etmir və məni bir obraz kimi, öz uğursuzluqlarının obrazı kimi görür. Qadın düşmanına çevirirlər, həddəsi feministlər. Və bunu dediyim kimi, yəni ki, mən bir çox qadın klubları tədbirlərində oluram. Bu yaxınlarda qadın forumunda oldum. Amma mənə görə təkcə qalmışdı ki, mənə qulaq assın. Heç vaxt küçədə ya da hansısa başqa bir yerdə hansısa bir qadın mənə yaxınlaşmaydı pis niyyətlə. Çünki mən hamıya deyirəm ki, əgər incimisinizsə, deməli anlamamısınız. Mən demək istədiyimi. Sizə 5 saniyəlik bir videomdan hansı 2 dənə sözü götürüb deyirlər, amma oturun heç olmasa 2 dəqiqəlik reelsə qulaq asın. Demirəm 30 dəqiqəlik podkastda qulaq asın. 2 dəqiqə reelsə qulaq asın, hər şey aydınlaşacaqdır. Və niyə görə tətiklənirsiniz? Onun səbəbini özünüzdə axtarın, məndə axtarmayın. Bəs yaxşı, bu bir dönəm oldu. Dediyim kimi, mən də bu dönəmin şahidi oldum ki, çoxlu linçlər, hətta xüsusi statuslar, toplaşmalar, feminist xanımlardan ibarət qruplar qurdular və s. Sizi anti-Fərhad Pərvizi kampaniya başladılar. Ümumiyyətcə, bu proses sizə necə təsir etdi?
Yəni məyus oldunuz, peşman oldunuz atdığınız addımdan, yoxsa Mən əslində daha da çox ruhlandım. Düşündüm ki, missiyam yaxşıdır. Hətta evimin qabağında dostlarım deyirik, onlar mı gəlir evində biraz yaşayaq? Deyirəm, niyə görə? Deyirəm, gözləyirik ki, bəlkə femkalar gəldilər, başladılar soyunmağa sənin evin yanında, niyə aksiya keçirməyə. Təəssüflər olsun ki, bütün bunlar heç biri baş vermədi. Həqiqətən, yəni ki, elə gəlir ki, insanlara bunu böyük bir kütlə insan eləyibdir də. Mən həmişə deyirəm, bunu kim eləyibdir? Azərbaycanı pisləyərək Azərbaycandan qaçmış, başqa ölkədə qaçqın statusunu almış jurnalist bir tərəfdən. İkinci, bunu edən şəxs, insan qatili, içkili şəkildə insan vuran bir aktrisa var bizdə. O bu aksiyanı başlayıbdır. Bir dənə xanım blogerdir. Görürəm, hər günü öz valideynlərini pisləyir, hörmətsizlik eləyir, mən nə bilim, qadınları Tinderdə özlərinə kişi tapmağa çağıran bir insandır. Və bu qədər. Sadəcə sosial media var deyənə insanlar düşünür ki, onların tərəfdarları çoxdur, onların böyük bir təsir etmə imkanı var, amma heç biri deyil. Həm də yanlış yönləndirmənin qurbanı olan da insanlar oldu. Yəni siz demiş, araşdırmadan sadəcə o müəyyən məqamlara söykənərək yol almış insanlar oldular ki, düşünürəm ki, bir müddət sonra bu müəyyən. Bu yaxınlarda Xəzər Universitetində idim, bir cavan tələbə xanım idi. Deyir ki, mən bir çox rəfiqələrimdən deyirdim ki, Fərhad Pərviz indi Xəzər Universitetinə gələcək, mən də getmək istəyirəm. Onlar deyirlər ki, niyə görə gedirsin? O axı qadın düşmanıdır. O deyir ki, hansının videosunda bunu deyibdir? Yox, hamı deyir də, Fərhad belədir. Deyir, sən hansı videosuna baxmısan? Deyir, mən baxmamışam, mən də belə deyiblər. Deyir, get bax ki, ondan sonra deyərsən kimdir Fərhad Pərviz. Və odur fundamentdə. Bir çox mənə hate məktublar yazır, sən niyə görə qadın düşmənisən, niyə görə deyirsən ki, qadınlar işləməməlidir. Mən deyirəm, indi də burada rəsmi olaraq çağıram. Əgər Fərhad Pərvizi hansısa bir videosunda deyib ki, qadın işləməməlidir, mən ona 10.000 manat premiya təyin etmişəm. Buyursun, gəlsin desin ki, harada Fərhad Pərvizi qadınlara qarşı, qadınların işləməyinə qarşı hansı bir söz deyib. Yoxdur belə söz, sadəcə yoxdur, mövcud deyil belə bir video. Amma təəssüf olsun ki, insanlar hardansa nəsə deyirlər, onlar da buna inanır və bu propaganda qurbanı olurlar. Amma dediyim kimi, sosial media aktivliyim artır və bu videolar daha tez-tez qarşıya çıxır. Gecə tezi 3 aydan, 1 ildən, 3 ildən sonra qayıdırlar ki, bu düzgün. Bu yanlış anlaşılmaydı. Fərhad Pərvizinin özündə bəyəndiyi və bəyənmədiyi xüsusiyyətlər hansılardır? Bəyənmədiklərimi daha asan deyə bilərəm. Mən lazımsız dərəcədə nəyisə hiperanaliz etməyə yönümlüyəm. İngiliscə bunu overthink deyirik də. Bu, haradasa nevrotizmə gətirib çıxarır. Bunun üstün cəhətləri var. Bir çox addımların risklərini çox yaxşı analiz edə bilirəm. Amma digər tərəflərdə bu məni yubandıra bilir hansı bir addımlar atmaqdan. Bunu daim olaraq uşaqlıqdan bu ilə mübarizə aparım. Uzun saatlarla yata bilmirəm, yəni ki, beynimdə daim olaraq ideyalar var. Beynimdə daim olaraq tufanlardır. Və onları sakitləşdirmək lazımdır və ətrafdakılara bu biraz çətin gəlir. Mənim ətrafımda olanlara. Mən ümumiyyətlə ona gəlib çatmışam ki, bizim hər bir mənfimiz də paralelində də müsbətidir. Hər bir mənfi cəhətimizin də onun gətirdiyi müsbəti də var. Bir çox karyerada nisbətən uğur qazanmış bir insanlarda klassik olaraq imposter kompleksi dediyimiz var. Özünü saxta hiss etmək kimi kompleksi var və ya daha doğrusu özünü bu vəzifəyə layiq bilməmək kimi bir qorxuları var. Lakin Harvardın, mən ömür boyu düşünmüşəm ki, bu pis haldır və ona görə özlərində həmişə hər zaman çox çalışmışam. Nə bilim, 2 bakalavr, 2 magistr, sonra elmlər namizədliyi falan o qədər işləmişəm ki, sırf öz daxilimdə özümə sübut edim ki, mən saxta deyiləm. Amma Harvardın son araşdırmasını oxuyurdum. Deyirlər ki, imposter kompleksli menecerlər daha yaxşı nəticələr göstərir, nəinki imposter kompleksi olmayanlar. Çünki onların daxilində daim o drive var, bunun üzərindən gedir, daim daxili rəqabət var. Və vaxt keçdikcə bu daxili rəqabətli, imposter kompleksini yaratdığı daxili rəqabətə çox sağ ol deyirsən, rəqabətliyi saxlayırsan, amma sırf artıq negativdən yox, pozitivdən ki, kömək olsun ki, növbəti etapa keçəsən. Çünki bir var, mən sadəcə rəqabətliyəm və ona görə yaxşısına layiqəm. Nə var ki, mən
başqalarına nəsə sübut etməyə çalışıram. Ona görə prinsipçi də həm də uğurlu insanlarda hansı bir narsizm kompleksləri də var. Narsist yox, məhz narsistik davranış tərzləri. Azərbaycanda sevirlər də kimə gəldiyində narsist adlandırmağı. Həmişə deyirəm ki, narsist sizin eksiniz deyil, əziz xanımlar. Narsist xüsusi psixoloji xəstəlikdir, çox az insanlarda var. Amma narsistik davranışlar bütün uğurlu insanlarda var. Çünki onlar daim olaraq özünü daha layiq, daha yüksək və daha çoxuna layiq görürlər. Ona görə daha çox çalışırlar, ona görə daha çox nəticə göstərirlər və uğur qazanırlar. Sadəcə hansısa bir vaxtdan sonra bunu dayandırmaq lazımdır. Yoxsa bu səni məhv edəcəkdir, enerjini alacaqdır. Sən sadəcə yaxşı işlər görmək üçün çalışmalısan. Siz ananızla uşaqlığınızdan, böyümə tərzinizdən və s. yenə müsahibələrinizin birində danışmışdınız və orada bir maraqlı məqam diqqətimi çəkmişdi ki, siz dediniz ki, ananızla ananız sizi zirzəmidə böyüdübdür, amma ana-babanız çox zəngin bir insan olubdur. Yəni, bu vəziyyət sizə necə təsir edibdir? O 50-ci ildə ona verilən 2 otaqlı Stalinkada, orada da rəhmətə getdi 2002-ci ildə. Yəni, biz heç zaman onun hansısa bir vəzifədə olduğunu heç vaxt hiss eləməmişik. O, çox dürüst dövlət məmuru idi, sırf sosialist dövlət məmuru idi və həmin o sosialist dövlət məmurlarından deyildi ki, sırf özü üçün çoxlu qızıl filan zat toplasın və ailəsi baxsın, sırf ideya üçün, ölkə üçün, öz reputasiyası üçün hər bir şey edirdi. Biz qaldığımız zirzəmi onun yaradıcılıq emalatxanası idi. Anam qaynanamla əvvəlcə yola getmədi, qaynanası ilə yola getmədi, yəni köçdü 2 ildən sonra ora. Sonra da 7 yaşında onlar boşandılar və biz ana ilə orada yaşamağı davam etdik. Ta 13 yaşıma kimi, o ətrafa kimi orada olduq. 7 yaşınızda atanızın, ananız ayrılıbdır. Atanız Yahudi olub. Yarı Yahudi, babam Yahudidir, anası Azərbaycanlıdır, atası Yahudidir. Bu genetik faktorlar sizcə sizin dünya görüşünüzə və iqtisadi biliklərinizə, bu sahədə bacarığınıza təsir edib? Yəni, oradan gəlir sizcə bu bacarığınız? Mən düşünmürəm ki, bunun empirik, yəni elmi əsası var ki, intellekt hər hansı bir ölkəyə və hansı bir millətə xasdır, xas deyil. Mən düşünürəm ki, uğur, cəsarətli, fokuslu insanlara məxsus bir xasiyyətdir. Yəni, necəsə, Yahudilər barəsində çoxlu miflər mövcuddur. Onlardan biri odur ki, onlar bütün maliyyə institutlarını əllərinə alıblar, bütün bank sistemi əllərindədir və prinsipcə dünyanın, baxmayaraq ən kiçik lobbisidir, ən kiçik millətidir, bir xeyli güclüdür. Amma bütün bunların sirri də əslində Yahudilərin tarix boyu sıxışdırılması nəticəsində baş vermişdir. Elementar olaraq niyə görə bank lobbisi Yahudilərin əlindədir? Çünki İslamda və xristianlıqda sələmçilik haramdır. Yəni ki, pulu faizlə vermək haram sayılır. Yahudilərdə bu yalnız Yahudilərə qarşı haramdır. Digərlərinə qarşı haram deyil. Və bütün coğrafiyalarda Yahudiləri bütün bizneslərdən sıxışdırırdılar. İmkan vermirlərdi ki, ora girsinlər. Onların yeganə qalan biznes bu olmuşdu. Sələmçilik olmuşdu, bank sferası olmuşdu. Və 100 illiklərlə bunun üzərində mükəmməlləşdirərək, püxtələşərək rahat bank sistemini yarada bildilər, maliyyə sistemini yarada, sələmçilik üzərində qurulan maliyyə sistemi yarada bildilər və hal-hazırda 2025-ci ildə prinsipcə başqa bir alternativ yoxdur. Yəni ki, əgər İslam bankçılığı cəmi 5 trilyondursa, bütün digər maliyyə bundan 10 dəfə daha çoxdur. Hal-hazırda bu tendensiya müşahidə olunur. Və mən hər zaman bunu insanlara gətirirəm ki, sizə qarşı olan çətinliklər, sizə qarşı olan limitlər, siz sıxışdırmalar qarşı 2 dənə cavabınız ola bilər. Ya siz qurban olacaqsınız və özünüzü qurban moduna salacaqsınız və sadəcə məhv olub gedəcək kölə kimi qalacaqsınız. Ya da ki, qalxacaqsınız buna qarşı, variant tapacaqsınız, özünüz üçün bir iş tapacaqsınız və orada mükəmməlləşəcəksiniz və dünyanın birincisi olacaqsınız. Mən düşünürəm, öyrəniləcək budur bütün bu tarixçədən. Belə bir fikriniz var idi ki, siz həyatınızda bir çox şeyi atanızın, sinif yoldaşlarınızın, misal üçün, dil bariyerinin aşılması ilə bağlı onların acığını etmişsiniz. Bu acıq motivasiyası əslində sizi ayaqda tutur, yoxsa bir müddət sonra bu motivasiya özünü başqa motivasiyalarla yerini dəyişdi, daha çox disiplinə çevrildi?
O vaxtları bilmirdin ki, bu acığı edirsən. Yəni vaxt keçdikcə, analiz etdikcə, yəni buna gəlib çatırsan. Və mən düşünmürəm ki, bu pisdir. Həmin o vaxt üçün mənə enerji lazım idi bütün bunlara qarşı gəlmək üçün. Və acıq, aqressiya da çox yaxşı enerji mənbəyidir öz-özlüyündə. Yeganə odur ki, neqativdən gələn hər hansı bir enerji səni yorur və səni tükədir. Pozitivdən gələn enerji tükətmir. Ona görə fərqindəliyi nə qədər tez tapsan və bunu dəyişsən pozitivə, bir o qədər də yaxşıdır. Mən 40 yaşıma qədər düşünürdüm ki, bu həyat bir sınaqdır. Allah bizi bu dünyaya sınaq üçün göndəribdir və ona görə əziyyətli olmalıdır bu həyat və bu okeydir. Və bütün çətin məqamlarda bunu xatırladırsan özünə ki, həyat sınaqdır. Amma hansısa vaxtdan sonra, yəni kişilərdə bu 40 yaş ətrafında olur, orta yaş krizi ya da filan, müxtəlif insanlarda, müxtəlif vaxtlarda da ortalama budur. Hiss edirsən, sən tükənmisən, sən daim olaraq dava içindəsən, özünlə, dünya ilə. Və mən koçla işləyəndə o mənə bir söz dedi. Olarmı biz bu sınaq sözünü başqa sözlə əvəz edək? Misal üçün, həyat bir dərsdir və biz öyrənməyə gəlmişik. Sən isə öyrənməyi sevirsən. Və ondan sonra həyat tam dəyişdi. İndi hər bir problemə mən bir dərs kimi baxıram. Həyat mənə, Allah mənə nə öyrətməyə çalışır bundan. Və mən öyrənməyi çox sevirəm və bunu pozitivdən qəbul edirəm. Necə ki, əvvəlcə atama, başqalarına hansısa bir inciklikdənmi, rəqabətdənmi nəsə etməyə çalışırdımsa, indi sadəcə özüm üçün bunu edirəm. Çünki daha yaxşı olmaq istəyirəm, daha da çox inkişaf etmək istəyirəm, daha çox öyrənmək istəyirəm və bunun üzərində fokuslaşıram. Məqsəd qoyuluşu, dediyim kimi, çox vacibdir. Bu sualı mütləq sizə ünvanlamaq istəyirəm. Siz milliyyətçisiniz? Maraqlı bir sualdır. Mən siyasi baxışların perspektivindən mən özümü libertarian hiss edirəm, ya da klassik liberallara yaxın hiss edirəm. Klassik liberallar tolerantlıq fəlsəfəsinə çox inanır, multikulturalizm fəlsəfəsinə çox inanır, azad miqrasiyaya çox inanır, azad ticarət, azad bazarlara çox inanan insanlardır. Paralelində mən sadəcə düşünürəm ki, yer və məkan və zaman çox vacibdir. Hansı məqamlarda sən bunu edə bilərsən, hansı məqamlarda sən bunu edə bilməzsən. Bugün Azərbaycan super uğurlu iqtisadi modelə quruluşa malik olsaydı, Singapur kimi ya da ABŞ kimi, biz daha az millətçilikdən danışa bilərdik. Əgər Azərbaycan 3 dənə imperiya tərəfindən əhatə olunmasaydı və bütün bu 3 dənə imperiya səni öz tərkibi görmək istəməsəydi, onda daha az millətçi ola bilərdin. Amma bu günləri, bu coğrafiyada, bu iqtisadi, bu siyasi durumda mən düşünürəm ki, millətçi olmaq dövlətçiliyin qorunması üçün çox vacib bir fundamentdir bu günlərdə, bu ərəfədə. Bu, mənim ümumi klassik liberalizm prinsiplərimə hazırki məqamda zidd edir, amma mən o idealizmdən keçmişəm. Mən 20-30 yaşlarımda belə idealist libertarian edən düşünürdüm ki, hər bir şey azad, sadə olmalıdır. Sonra böyüdükcə bizə iqtisadçılar arasında belə bir zarafat var. Deyir, əgər 20 yaşında solçu deyilsənsə, yəni ki, belə də liberal, hər şey azad falan deyilsənsə, deməli ürəyin yoxdur. Əgər 40 yaşında solçu olmağa davam edirsənsə, deməli ağlın yoxdur. Ağlın yoxdur. Və təcrübə səni onu öyrədir ki, dünya idealistik deyil. Dünya çətinliklərlə doludur. Siyasətçilər idealistik deyil. Onlar da çox çətindirlər. Və sən bir çox maraqları nəzərə alaraq, coğrafiyanı nəzərə alaraq, gələcəyi nəzərə alaraq çox çətin qərarlar verməli olursun, öz prinsiplərinə zidd qərarlar verə bilirsən, çünki indi onlar düzgündür. Fərhad bəy, sizə qulaq asıram, Azərbaycan dilində daha yaxşı danışırsınız. Çünki ilk vaxtlar sizi buna görə çox tənqid edirdilər. Ciddi çalışırsınız bunun üzərində, yoxsa danışdıqca formalaşır bu? Danışdıqca formalaşır, sadəcə olaraq daha çox danışdıqca daha da yaxşı alınır. Mən həmişə demişəm ki, dil sosial bir alətdir. Mən daim olaraq soruşurlar, necə filan dil öyrənim, necə onu deyirəm. Sadəcə belə bir dost tapın və onunla danışın. Bu qədər. Ondan sonra düzələcəkdir. İndi ki, daha çox Azərbaycan dilinə fokuslanmışam deyənə daha çox danışıram və ona görə daha yaxşı alınır. Nəyi çox denəyəcəksiniz, o da daha da yaxşı alınacaq. Fərhad
Fərhad bəy, bizim proqramımızın növbəti mərhələsidir. Bu sürətli suallardır. Biz çox düşünmürük, amma emosiyamız da yerində qalır. Pul yoxsa reputasiya? Reputasiya. Ən bahalı aldığınız şey özünüz üçün? Villa. Əgər sabah pulun dəyəri sıfırlansa, birinci nə edərdiniz? Yenə bir variant axtarardım ki, pul qazanım. Uğurun formulu sizcə şans, zəhmət yoxsa risk? Əslində müsahibədə dediniz amma. Risk. Hansı səhv sizə ən çox dərs olub? Boşanma. Ən çox pul qazandığınız an gözlənilən idi yoxsa təsadüfi? Gözləniləndir. Sizi son dəfə kim təəccübləndirib? Özüm. Uşaqlıq arzunuz nə idi ki, ona çatmısınız? Və ya çatmamısınız? Xüsusi bir arzu xatırladığınız. Maliyyə sabitliyi, maliyyə azadlığı. Pul insanı dəyişdirir. Razısınız? Xeyr özünü tapdırır yalnız. Ən bahalı səhviniz? Pul perspektivindən, həm də emosional perspektivdən bəlkə odur, hər ikisidir. Boşanma həm bahalıdır, həm emosional olaraq, həm də pul baxımından. İndi isə improvizasiya hissəsinə keçirik. Sizi biraz fərqli düşünəcəksiniz və bizim bir balaca yaradıcılığınızı yoxlayacağıq. Cəmi 3 sualımız var. Yenə bənzərdir bu daha öncə səsləndirdiyim bir suala. Əgər bir gün manat birdən-birə 10 dəfə dəyərdən düşsə, sosial mediada çox maraqlı postlar yazırsınız. Bu dəfə nə yazardınız? 20 ildən sonra heç bunu xatırlamayacaqsınız. Ona görə həyatınıza davam edin. Pul sadəcə puldur. Əgər Maliyyə naziri təyin etsələr sizin, ilk qərarınız nə olardı? Vergi sistemi, vergi məcəlləsini zibil yeşiyinə tullayardım, yeni vergi məcəlləsi yazardım. Çox asan və cəmi 2 dənə vergi olardı orada. Əgər 1 milyon dollarınız birdən-birə yoxa çıxsa, Allah uzaq eləsin, reaksiyanız necə olardı? Təşəkkür edərdim buna görə və anlamağa çalışardım niyə görə bu baş verdi ki, bir daha bu baş verməz. Fərhad bəy, sizin əlinizdəki zərfdə sizlə bağlı 3 fikir var. Və bu 3 fikirdən birini mən sizə yaraşdırmalıyam. Düşünməliyəm ki, bu cümlə sizə aiddir. Odur ki, səsləndirin, zəhmət olmasa. Fərhad Pərvizi ilk biznesini 17 yaşında məktəbdə qələm satmaqla qurub. Bir vaxtlar aktyor olmaq istəyib. Hal-hazırda gitara ifa etməyi öyrənir. Birinci sual tamamilə, yəni fikir tamamilə yanlışdır. Çünki 15 yaşınızda və tərcüməçi olmusunuz. Aktyor olmaq istəyiniz ola bilər. Gitara çalmaq istəyiniz də ola bilər əslində. Hansıdır birini seç. Aktyor olmaq istəmisiniz? Yox, gitar, aktyorluq qabiliyyətim o qədər də yoxdur. Siz Musiqi qabiliyyətim də yoxdur, amma yenə də bunu edirəm. İfa edirsiniz artıq? Öyrənirəm hal-hazırda. Daim qalxış və enişlərlə nəsə etməyə çalışıram. Çox sağ olun Fərhad bəy. Sizinlə müzakirə yenə də çox maraqlı idi. Ümid edirəm ki, fəaliyyətinizdə, bu yorulmaz fəaliyyətinizdə fayda verməyə daha uzun illər davam edəcəksiniz. Hörmətli tamaşaçılar, bugünkü qonağımız Fərhad Pərvizi idi. İnanırıq ki, bu dəfəki verilişimizdə də bir çox məqamlara Fərhad Pərvizi ilə aydınlıq gətirdik. Salamat qalın.